Salam aleyküm, bir dəqiqə dur keçmə. Əgər üzərində olan həyatında, aləmdə sıxıntının səbəbi, müsəbbibi nə olduğunu bilmək istəyirsənsə, videonu axıra kimi dinlə. Profildə əlaqəmin nömrəmiz var. Əgər sana uyğun olsa, yazarsan, həm söhbət olarıq, çıxış yolu axtararıq, kömək etməyə çalışarıq sana. Çox dəyərli izləyicilərimizdən biri aldığı faydadan təşəkkürünü bildirir. Bu cür gözəl dirək yazdığınız üçün sizə sonsuz təşəkkürümüzü bildiririk. Allah sizi sevsin, sevindirsin, sevindirsin inşallah. Dəyərli izləyicilər, insan üzərində iki cür sıxıntı var. Biri, kiçik günahlardan və böyük günahlardan başlayaraq aldığı yanlış qərar səbəbilə bəli, özünün düşdüyü sıxıntılar var. İkincisi, digər insanların sizə saldığı sıxıntı var. Negativ enerji deyilən bir şey var. Birincisi, nəfs nəzərdir. İkincisi, magiya yoluyla cadu əməl hüddamdır. İndi nəfsin nəzərin vücuda gətirdiyi simptomlar, ağırlıqlar və cadu əməlin yaşatdığı simptomlar nə olduğundan bəhs edəcək sizə. Bəli, birinci nəfs nəzər keçicidir. Gözləməyə gəlirsiniz, nəzərə gəlirsiniz, nəyiniz gələ bilir? Fərasətiniz, xoş xasiyyətiniz, qabiliyyətiniz, qoçaqlığınız, zahiri görkəminiz, ailə münasibətiniz, bəli, mehribançılığınız ətrafınızda olan insanlar tərəfindən bilərəkdən və yaxud da bilməyərəkdən nəfsə nəzərə gəlir. Bu da sizə hər şeyinizə təsir göstərir, can sağlığınız. Baxın, digər insanlar ətrafında olan insanlar yaxşı mənada desələr belə, istər-istəməz içində bir negativ enerji toxunur sizə, nəfs gəlir. Canın da sağlamdır, heç xəstələndiyini görməmişəm. Söhbət salam, aptekdən çıxmayasın, dərman əlinə gizəsin. Və yaxud da biz bir iş tapıb işləyə bilmirik, cəmaatın uşağına bax, küçük yerdə işləyir. Vəssalam, səhər sənə deyəcəklər, işə gəlmir. Yəni bu cür şəkildə nəfsi nəzərə gəlsin. Və yaxud da ailənlə bir yerdə buna bax, gör nə gözəl mehribandırlar, heç dalaşmırlar, şarvalarına gör bir söz-söhbət olur mu? Ailə belə olar. Yaxşı mənada deyə bilər. Və yaxud da həsəd nəfs birbaşa direkt olaraq nəfs də sallaya bilər. Bu nəfsə nəzərə elə insanlar var ki, çox ağır bir nəfs nəzər salırlar adama. Birinci nəfs nəzər kesifkedir. Sıxıntı yaradır, sonra zamanla özü ötüşür. Amma ikinci nəfs nəzər qalıcıdır. Siz bir tədbirin görmədiksə, təmizləmə etmədiksə, o nəfs nəzər qalır sizin üzərinizdə və problemlər çox yaşadır sizə. Yaşadığı problemlər ruzinin azalması da ola bilər, anidən baş verən bir qəza, çox ağır bir halsızlıq, hər hansı bir işin heç cürə alınmaması, sevdiyiniz insanla və yaxud da ailənizlə anidən çaxnaşma, bir aranızın çox ciddi səbəb olmadan aranızın dəyməsi. Nəfsi nəzəri çox qısa bir zamanda həll etmək yolu var. Amma cadu əməl ki var, çox ağır insana həyatında problemlər, sıxıntılar yaşatmağa başlayır. Birinci, cadu əməlin növündən, ağırlığından, gücündən asılı olan bir şeydir bu. Birinci, nəfəsdən pis qoxunun gəlməsi. Şiddətli dərəcədə heç kimin duya bilməyəcəyi qoxu, pis iyi hiss edirsən. Heç kimin duya bilməyəcəyi səslər eşidirsən. İkinci, tibb təbabət elminin öhdəsindən gələ bilmədiyi xəstəliklər yaradır. Həkimə gedirsən, sənə deyir, sağlamsan, amma sən ağrıyırsan. Kürəkdə ağır sancılar, sümük ağrıları, əsəb, stres, gərginlik, panik, atak, ölüm qorxusu, dua zikrin azalması, namaz qılan bir insanın anidən qısa bir zamanda namaz qılmama qərarına gəlməsi. Ailədə söz-söhbətin tükməz, bitməz söz-söhbət, ciddi səbəb olmadan ayrılma, boşanma qərarları, subay xanım və bəylərin ailə qura bilməmələri, ailədə xəstə uşağın dünyaya gəlməsi və yaxud da sonsuzluq, ümumiyyətlə uşaq sahibi ola bilməmək. Ruzi cəhətdən ən ağır şəkildə problemlər yaşayırsan. Bu hər kəsə ayrı cür təsir göstərir. Sizin iradəniz və enerjinizdən asılı olan bir şeydir bu. Elə adam var ki, qətiyyən hara gedir, pul qazana bilmir, iş tapa bilmir, pul ruzi cəhətdən çox ağır sıxıntılar yaşayır. Elə adam da var ki, nə qədər işləsə də, işləməyən adam ondan daha huzurlu, işləməyən adam ondan daha əlində pul var, nə ki bu adamın. Pulun gəldiyi ilə getməyə bir olur, sel kimi axır. Anidən bilinməyən borc, xərc, faiz altına girirsən. Səndən qabiliyyətcə, qoçaqlıqca, yəni aşağıda olan insanlar, yəni fərasətcə zəif olan insanlar
səndən daha çox pul qazanır, səndən daha çox irəlidə, maddi baxımdan daha güclüdür səndən. Anlaşılmayan, baş açılmayan paranormal hadisələr baş verir həyatında. Yuxuların tamamilə bərbad, gecələr oyaq qalmağı, gündüzlər yatmağı tərcih edirsən. Şiddətli dərəcədə halsızlıq, tənbəllik. Yaşayan insanları, ölü insanları tez-tez yaşayan yuxuda görmək. Hündür yerdən yıxılmaq, kabuslar görmək, yaşlı, çirkin qadın tez-tez görmək yuxuda. Vəhşi heyvanlar görmək. O həmin evə cadu olan evdə ev heyvanlarının gəlməməsi, ev heyvanlarının orada ölməsi, xəstələnməsi tez-tez, ilbizlərin o evə məskən salması. Sanki biriləri düşüb arxanca səni izləyir, kölgən kimi. Anidən elə bilirsən ki, kimsə gəlir dalınca. Amma bu əslində sənə elə gəlir. Heç kimlə anlaşa bilmirsən, düşdüyün sıxıntıya, problemə heç kim sənə yardım əli uzada bilmir. Kömək eləmək istəyən də görürsən də nədirsə başqa bir negativ enerji var, bir bəhanə tapıb uzaqlaşırsan. İntihar fikirləri və cəhdləri, bədəndə ləkələrin əmələ gəlməsi, xınal ləkəsi, göyərtilər, səpkilər. Həkimlərin yazdığı resept heç cürə sənə dərman ola bilmir. Renginə düşürsən, rengin səni sağlam göstərir. Cadu ağrıyan yerini, xəstəliyini qoymur ortaya çıxartmağa ki, müalicə olmasan. Düşüncə, psixologiya, travman çox ağırdır. Keçmişdə yaşadığın negativ hadisələri istəməsən belə sanki bunları kimsə sənə mütəmadiyyən düşündürməyə çalışır. Xatırladır sənə. Haqlı və yaxud da haqsız olduğun halda biri ilə mübahisə eləmişsən, haqlı tərəfsənsən, biriləri sənə haqq etmədiyin bir davranışı, bir sözü demişdir. Bu sənin heç beynindən çıxmır. Həmin adamın görkəmi, danışığı, səsi mütəmadiyyən o səhnə sənin gözün qabağında. Nə qədər istəsən də unudasan, bir türlü sanki biriləri sənə xatırladır bunu. Allaha olan inanc, güvən azalmaya başlayır. Dua, zikir etmək çox ağır gəlir. Tez-tez iş yer dəyişməyə başlayırsan və tapdığın işləndə səndə bir problem olmadan sanki səndən işləmək istəmirlər. Negativ enerji alırlar səndən üzərində cadu olduğuna görə. Ən çox əlbəttə 99% bu bəylərdə olur. Negativ vərdişlərə meyillilik. Qumar, içki, şərab, zina, üzr istəyirəm. Və bu cür səssiz cinayət deyirlər. Əslində cadunun adı səssiz cinayətdir. Neynir adam? Sizin məlumatlarınızı bilən, ən çox sizə cadu edən adam kimdir? Sizə yaxın olan, məlumatlarınızı rahat əldə edən, bir ədavəti olan bir adam, haqlı və yaxud da haqsız olduğu halda sizə negativ enerji ötürür və kənardan etdiyi o pis niyyəti ilə işin nəticəsini seyr eləməyə başlayır. Şəklinizi verir cadugara və orada çox ağır dərəcədə, bunu yəni deyim ki, məlumatınız olsun, dəyərli izləyicilər. Qurt yağı sürtür, nə bilim, gözünüzə, qəlbiniz tərəfinə iynə batırır, duz yaxır üstünə. Arxasında sizin adlarınız və hansı cadu əməl edirsə, xat cadusu edirsə, İncil ayələrin tərsinə yazır sağdan sola və ora şeytanın zülmanı kəlmələrini əlavə edir, mənalarını pozmağa başlayır. Əgər yevri cadusu edirsə, Tövrat ayələrin, Zabur ayələrin, yox, əgər bizim möhtərəm müftəri hocaların etdiyi cadunu edirsə, Quran ayələrin sağdan sola tərsinə oxuyaraq cadu edirlər. Bir insanı bir-birindən ayırmaq üçün, sevgi, məhəbbət bağın aradan aparmaq üçün sevgi ilə, məhəbbətlə bağlı ayələri tərsinə oxuyaraq onun məlumatlarına kodlaşdırırlar. Zülmani kodlaşdırma edirlər. Ruzisinə bağlı təsir göstərmək istəyirsə, ruzi ilə bağlı ayələri, səhətinə zərər vermək istəyirsə, şəfa ilə bağlı ayələri tərsinə cadu ilə kodlaşdırma edirlər. Bundan qurtulmağın yolu nədir? Əlaqə saxla, ilk öncə sənə istixarə edə, şifrəli kodlu istixarə. Görəsən üzərində cadu əməl varmı və sənə sıxıntı yaradan şey nədir? Ondan sonra Peyğəmbər məktubu sallallahu əleyhissalamın duasını sənin bütün mənəvi məlumatlarına kodlaşdırma edək. Heç kimin rəhmani kodlaşdırma, ilahi batillnamə olmazsa, heç bir insanın, heç bir cadudan xilas olma şansı yoxdur. Mənəvi cizladləşmələr bizdən səhədiyyə, cadunun vücuda gətirdiyi negativ simptomları aradan qaldırmaq üçün rəhmani kodlaşdırma olunur sizin adınıza, hansı ki zülmani kodlaşdırma olunmuşdur. 4 samavi kitabın kodlaşdırması, Quran, İncil, Tövrat, Zəburun iş zəmanətlidir, təsir qaçırılmazdır.